Mən müştəriyə necə çatdırım ki, müştəri, siz orada durmayın, gedin başqa yerdə durun. Elə orada durmaqdan, başqa yerdə durmaqdan elə avtobusa minib gedərlər də, onda taksini nə edirlər onlar? Müştəridən 5 manat qazanacaqdım, amma bircə dəqiqəyə görə heç mənzil başına çatmamış 100 manat cərimə gəldi. Bunu müştəri götürərkən cərimələnən taksi sürücüsü Turabxan Sərxanov deyir. Ki, mən yolun ortasına durub götürə bilmərəm ki, müştəri qıraqda durub kənarda. İndi bilmədən dayanacağa yaxın durubdur da. Ən az 15 metrədə yaxın olmamalıdır. Mən də müştəriyə necə deyim ki, ay qızım, ay oğlum, ay qardaş, ay bacı, orada durub biraz qabağa ya geri gəlin. Vallahi neçə dəfə getmişəm vicdanıma baxıyorum. Həmin sifarişi ləğv də eləyiblər, hətta. Təsəvvür edin, mən ona görə məcbur olub oradan götürmüşəm, onlar da mənə cərimə yazıblar. Vallahi bilmirəm, indi mən cəriməni necə ödəyim, mən hansı qazancla ödəyim. Turabxan Sərxanov bu halın digər taksi sürücüləri üçün də dəfələrlə problem yaratdığını bildirib. Xüsusilə də avtobus zolaqlarının olduğu ərazilərdə bu cür vəziyyət daha çox yaşanır. Mən taksi şirkətiyəm, mən avtobus sürücüləri kimi xalqımıza, cəmaatımıza, insanlarımıza xidmət eləyirəm. Avtobus yoluna girib müştərini oradan götürmüşəm. Müştəriyə də hətta əl eləmişəm, biraz qabağa gəlin, orada olmaz da, mən cərimə gələcək, onu özüm bilirəm, şəxsən bilirəm. Ancaq buna baxmayaraq yenə cərimə gəlibdir. Müştərini götürmüşəm 100 manat 3 bal. Gedib o müştərini mən götürüb oturan momenti, təsəvvür eləyin, heç bir dəqiqə çəkməyibdir. Nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, aparılan islahatların əsas məqsədi ictimai nəqliyyatın işini optimallaşdırmaq, həmçinin fərdi nəqliyyat vasitələrinin işini məhdudlaşdırmaqdır. Ancaq bu fonda taksilər üçün yaranmış çətinliklərə də diqqət ayırmaq lazımdır. Digər inkişaf edilmiş ölkələrə, paytaxtlara nəzərən bizdə daha çoxdur taksi sayı, amma yenə də bu fəaliyyətlə məşğul olan nəqliyyat vasitələrinin işini optimallaşdırmaq üçün onlara müəyyən yerlərə girməyə şərait yaratmaq mümkündür. Avtobus zolaqlarında, digər dayanma, durma qadağan olunmuş yerlərdə onların dayanmasına, sərnişin götürüb və sərnişin endirməsinə icazə verilməsinə məncə yerinə düşərdi. Çünki taksidən istifadə edən sərnişin də, ictimai nəqliyyatdan istifadə edən sərnişin də eyni insandır. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə Xəzər xəbərə bildirildi ki, bununla bağlı hər hansı layihə olarsa ictimaiyyətə təqdim ediləcək.